Və bu gün təqdirə layiq bir haldır ki, nigahdan öncə cütlüklər talasemiya daşıyıcılığına qarşı müayinə olunurlar və artıq nigaha girərkən bu mutasiyanın olub-olmadığını özlərində bilirlər və bunun önəmi nədir? Əgər hər iki tərəfdə, həm atada, həm anada talasemiya daşıyıcılığı aşkarlanıbsa, bu zaman hamiləliyin bəlli həftələrində dəqiq genetik testlərlə, yəni bu NIPT testi ola bilər, amniosentez də ola bilər, xorion biopsiyası da ola bilər. Bu testlərlə biz döldən genetik analizlər götürərək gələcək doğulan uşağın talasemiyanın hansı forması ilə xəstə ola biləcəyini artıq ana bətnində təyin edirik. Və bu da cütlüklərə belə bir fürsət verir ki, əgər uşaqda talasemiyanın ağır forması aşkarlanırsa, o zaman ailə hamiləliyin terminasiyası, sonlandırılması qərarını vaxtında vermək üçün bir fürsət əldə etmiş olur. Ona görə də nigaha girməzdən öncə, rəsmi nigahlardan öncə zaten bu dövlət tərəfindən tələb olunur, məcburidir. Amma bəzən nigahlar rəsmi olmur, qeyri-rəsmi qurulan ailələrdə olur. Mütləq şəkildə talasemiya daşıyıcılığına görə yoxlanın. Bu mutasiyanın olub-olmadığını özünüzdə bilin.